İlk öncə fiqurların sayılması ilə başlayaq. Fiqurların sayılması nədir? Bax, hər imtahanda demək olar ki, bizim mütləq şəkildə qarşımıza çıxır. Şəkil verir, deyir, burada neçə dənə üçbucaq var. Üçbucaqların sayılmasının konkret bir yolu əslində yoxdur. Çünki düzdür, bəzən bir neçə üsullar falan olur bunlar üçün. Amma o xüsusi sual tiplərində deyir, salamatı bir-bir saymaq. Birinci balacaları sayın. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə üçbucağı var burada balaca. 8 dənə var. Ondan sonra. Bax, bu xətt bölür 2 dənə üçbucağa. 9, bu da bir 10. Burada olur 10 dənə. Ondan sonra. Bu xətt bölür 2 dənə üçbucağa. 11 və 12. Burada 12 dənə üçbucağı var. Sonra bax 4 dənə də belə var. Bax 13, 14, 15, bu da bir 16. Burada 16 dənə üçbucaq var. Zaten ən böyük ədədimiz 16 imiş. Yəni belə suallara çalışın diqqətli olun. Ümumiyyətlə fiqurların sayılmasında ən balaca 2 variant var. Aslında 8 dənə olur. Heç vaxt onları atmayın. Əgər tapa bilmirsinizsə. Böyük ədədlərdən birindən. Bu 3 dənəsindən biri olur. Adətən. Bu təbii ki sadə versiyasıdır. Məsələn bu sualdır. Deyir, şəkildə neçə dənə üçbucaq var? Yenə 1, 2, 3, 4, 5, 6 dənə üçbucağım burada. Ondan sonra. Bu xətt bölür 2 dənə üçbucağa. 7, bu da bir 8. Bu xətt də bölür 2 dənə üçbucağa. 9, 10. Bu xətt də bölür 2 üçbucağa. 11, 12. Bundan sonra 3 dənə də belə var. Baxın 13, 14, 15, bir də o gördü oldu 16. Oldu 16 dənə üçbucaq. Yəni fiqurları sayanda çalışın çox diqqətli olasınız. Olur belə. İndi sizə növbəti sualı sizə göstərirəm. Cavabı çat bölməsinə yazırsınız. Burada neçə dənə üçbucaq var? Bəli, 13 dənə olur. Bax 1, 2, 3, 4, 5, 6 dənə burada. Ondan sonra 7, 8, sonra 9, 10. Bu xətt bölür 2 üçbucağa. 11, 12. Bir də o gördü 13. Zaten 13'dən böyük bir cavab yox idi. Olur belə. Baxın dostlar, belə suallarda, burada görürsünüz əgər variantlar 20-dən çoxdursa, bu tip sualları şifahi saymaq çətin olur. Bu tip sualları necə sayırsınız? Nömrələmə ilə. Bu nə deməkdir? Bax, gəlin nömrələyək hissələri. Bax, 1, 2, 3, 4. Şimdi belə eləyəndə səhv eləmə ehtimalım az olur. 6, 7, 8, 9. Deyərsən, ay müəllim, 8 nömrəli fiqur üçbucaq deyil. Mən burada üçbucaqları yox ha, hissələri nömrələdim. Tamam, hissələri. İndi mən nə edirəm? Bax, başlayıram bir-bir 9 hissədən neçə dənəsi üçbucaqdır? Bax, 1, 2, 3, 6 və 7 nömrəli hissələr üçbucaqdır. Bax, bir dənə fiqurlardan ibarət olan 5 dənə fiqur var.
hissə var. Yəni bir dənə fiqurdan ibarət 5 dənə üçbucaq. Keçirəm iki fiqurun birləşməsindən yaranan üçbucaqlara. İki fiqurun birləşməsindən yarananlar hansılardır? Baxın 12, 23, 14, 25, 36, 56, 78. Başqa məncə yoxdur. 12, 23, 14, 25, 36, 56 və 78. 1, 2, 3, 4, 5, 6, 7 dənə burada oldu. İndi keçirəm üç dənələri saymağa. Üç fiqurun birləşməsindən yaranan üçbucaqlara baxın. Hansı ki, üç fiqurdan hansılardır? Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, sonra 1, 4, 7, 2, 5, 8, bir də 3, 6, 9. 1, 2, 3, 4, 5, 6 dənə də burada oldu. 3 dənə fiqurlardan birləşmiş 6 dənə üçbucaq əmələ gəlir. Sonra keçirəm 4 fiqurun birləşməsində əmələ gələnlər hansılardır sizcə? Şimdi ya. 1, 2, 4, 5. Ayşo 1, 2, 4, 5. 2, Sonra 3, 5, 6. Ayşo 2, 3, 5, 6. Başqa məncə yoxdur. Düzdürmü? 2 dənə burada. 4 fiqurun birləşməsindən 2 dənə yarandı. 5 fiqurun birləşməsindən yaranan üçbucaqlar yoxdur. İndi keçirəm 6 fiqurun yaranmasından əmələ gələn üçbucaqlara. 6 fiqurun yaranmasında olan üçbucaqlar, aha, 1, 2, 3, 4, 5, 6. Ayşo. 1, 2, 3, 4, 5, 6. Yəni biri budur. Aha. Sonra 1, 2, 4, 5, 7, 8. Bir də 2, 3, 5, 6, 8, 9. Düzdürmü? Biri opsi budur. Sonra ikincisi budur. Üçüncüsü də bunun yazılanda bir. 3 dənə burada oldu. Başqa nə qaldı? Bir də opsi özü. Düzdür? Opsidə 1-dən 9-a hamısı. Opsi özü 1-də 1. Bunları toplayırsan 23 eləyir. Bir də gəlir üstünə cavab olur 24. Bəli. Olmuş olur belə. Yəni bax bu üçbucaqları belə saymaq daha idealdır ki, səhv eləmə ehtimalın az. Hə, bəzən bax bu üçbucaqları rahat saya bilərsən. Bax bir dənə sual verim sizə. Bax, sırf burada nə qədər üçbucaq var sizcə? Bax, sırf burada. 5, 9, 10 dənə müəllim. 10 dənə. Bax, burada 10 dənə üçbucaq var. Çünki bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, bir də opsiyonu 10. 10 dənə burada var, 10 dənə eyni şey də burada var, 10 dənə də burada var, eləyir 30 dənə. Hə, bunun ən gözəl yolu nədir? Bax, bu cür üçbucaqları. İndi bunun bəlkə düstura bilməsən, belə saya bilər. Bax, bunu nömrələyirsən. 1, 2, 3, 4. Bax, belə üçbucaqları belə saya bilərsən. Bunların cəmi nə eləyir? Bunların cəmi eləyir 10 dənə. Düzdür? Yəni burada 10 dənə üçbucaq var. 3 dənə mərtəbə deyil, onu vurursan 3-ə cavab olur 30. Bitdi. İndi məsələn deyirəm, ha, bax, atıram belə bir şey olsaydı əgər tutalım. Bax, belə bir şey olsaydı, burada nə qədər olardı? Bax, yenə 1, 2, 3, 4, burada bir dənə 5 yazardım. 1-dən 5 yazan rəqəmləri toplayırsan olur 15 dənə. 3 dənə mərtəbə də bax burada. 15-i 3-ə vurursan olur 45 dənə tutacaq. Aydındır? Olur belə. Düşünürəm ki, üçbucaqların sayılması ilə bağlı bir sıxıntımız olmaz. Məsələn, gəlin bu suala da baxaq. Aşağıdakı şəkildə neçə dənə üçbucaq var? Və burada məsələ nədir? Birinci balacaları sayıram. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 dənə belə var. 19, 20, 21, 22,
Sonra 23, 24, ondan sonra gəlirəm, bax, 25, 26, 27, bir tık yuxarı qalxıram, 28, 29, bir tık yuxarı qalxıram, 30, bir də burada bunun əksi var idi, 31, indi bir tık yenə yuxarı qalxıram, böyüklərini götürürəm, 32, 33, bir tık yuxarı qalxıram, 34, bir də 34, 35 olur, 35 dənə burada. Burada deməli nə var imiş? 35 dənə üçbucaq var imiş. Deməli, bunun Tamam. qısa yolu yoxdur, məsələn, düsturla falan. Bunun yoxdur. Bax, bunun niyə görə yoxdur? Bunun əslində bax, əgər bu xəttim olmasaydı, bu xəttim olmasaydı, bu xəttim olmasaydı, bunun qısa yolu bir dənə var idi. Hansı idi onun düsturu? Düstur kimi də deyə bilərsən ki, misal üçün, düstur kimi deyə bilərsən 2n kvadratı çıx 5. Bax, məsələn, n də neçədir? Oturacaqda 4 dənə üçbucaq var da. Olur da 27-dir. Amma gətirib imtahanda belə bir xətt atanda o şey aləm deyil. Salamatı bunu əlindən saymaq. Burada xüsusi bir qaydamız yox. Tamam. Bəli, müəllim, başa düşdüm. Olur belə. Yəni uzaq başı bunu görməkdə çətin olsa bayaqki metodunda nömrəli yersin. 1, 2, 3, 4. Nömrələr bitdi, sonra keçərsiniz A, B, C, bax belə də edə bilərsiniz. Ən pis ehtimalı. Bu olur belə. Üçbucaqların sayılması görürsünüz, bu əksəriyyəti papdır. Yəni Allah pənah. Gəlirik kvadratların sayılmasına. Deyir, aşağıdakı şəkildə neçə kvadrat var? Bax, burada kvadrat deyəndə, bax, bunların özü kvadratdır zaten. Hamısını bir-bir sayırsan. Sonra keçirsən bunlara, bax. 1, 2, 3, 4, 5, belə saya bilərsin. Sonra keçirsən 3 dənə kvadratlara, bax, 2-3 olanlara, belə bir-bir sayırsan da bunların hamısını. Bunun asan bir dənə yolu var. Nədir o bunun asan yolu? Bax, neçənin neçəyədir bu? 4-ün 4-ə deyil, düzdürmü? Yazıram, bax, 4 vurulsun 4. 3 də gəl. Hərəsində bir vahid azaldıram. 3 vurulsun 3. Hərəsini bir vahid azaldıram. 2 vurulsun 2. Yenə hərəsini bir vahid azaldıram. 1 vurulsun 1. 1-ə çatmışsa, bitdi getdi. Hesablayıram bunlara, cavabım olur 30. Yiyəbəndim. Tamam. Bu üsul Bax. həmişə ödəyir. Bəli, bu üsul həmişə ödəyir. Məsələn, atıram, belə bir şey olsaydı, bax, tamam. 6 ilə hesablayacaqdı, 7 ilə. Ayşə, bax, belə olanda, o 7-nin 4-ə deyil bu. 7-nin 4-ə daxil. Yazıram ki, 7 vurulsun 4. Üstə gəl. Yenə hərəsini bir vahid azaldırsam, 6 vurulsun 3. Üstə gəl. Hərəsini bir vahid azaldırsam, 5 vurulsun 2. Üstə gəl. Hərəsini bir vahid azaldırsam, 4 vurulsun 1. Çox. Bərabər qoyursan, cavab neçə şeydir? Tamam. Olur belə. Bitdi. Bu düzgün fiqurlarda ödəyir təbii ki, düzgün fiqurlarda. Düzgün olmayan fiqurlarda necə edirsən? Və düzgün olmayan fiqurlarda, məsələn, bax, bunun kimi suallar. Bunun kimi suallarda 4 hardan aldık? 4 şeydir. Baxın, 4 mən özümdən çəkmişdim. Eni 4-üydü də. Görürsünüz? Uzunluğu 7-dir, düzdürmü? 7 dənə tam olaraq. 4 dənə ki, 1, 2, 3, 4. 7-nin 4-dədir də bu. Tamam, oradan gəlir. Eni uzunluğu. Aydındır? Hə, sağ olun. Ondan sonra. Belə suallarda isə, bax, burada çıxıntıları falan verir. Belə suallarda nə edirsən? Bax, bir dənə müəyyən bir hissə ayırırsan. Hansı ki, bax, buranı ayırdıq, düzdürmü? Ortaq olmalıdır da, yəni. Aha, bəli. Bura ayırdı. Buranı bayaqki düsturundan hesabla.
4'ün 4'e değil, eləyir 16. 16 nə edir? 30. Bildik də bayaq. 4 vur 4, 3 vur 3, 2 vur 2, 1 vur 1 eləyir 30 dənə. Üstə gəl. Ondan sonra. Bundan sonra baxıram ki, bax, qıraqlardakı bir dənələri sayıram. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə balaca var. 8. İndi kənarların da yenə birləşməsinə əlavə yaranır. Hansı ki? 4'ün 4'e olurdu elə bil. Bəli. Hansı ki burada da bax, 1, görürsünüz, bir dənə ekstra belə yaranır. 2 dənə də ekstra belə yaranır. Sonra 2 dənə də buradan əmələ gəldi. Bitdi yəni. Olur belə. Olur cavabım 40 dənə. İndi bax, məsələn, Burada da müəllim 6'nın 4'e götürəcəyik birinci. ISO. Bunu çox adam nə edir? Düşünür ki, bax, indi burada sən bunu götürərsən, yoxsa bunu? Təbii ki, böyük olanı götürərəm də, düzdürmü? Biz birinci gəl böyük olanı ayıraq. Böyük olanı ayıraq. Böyük olanı ayıraq. Çox adam nə edir? Dostlar, gətirir, çəkib ikinci böyük olanı da götürür. Sonra aləmi qatılır. Bax, bir dənə böyük olanı seçin. Bilirəm ki, burada nə edirəm? 6'nın 4'e değil, bayaqki düsturla hesablayıram. 6 bölü 4 falan filan. Belə hesablayandan sonra orada deyəsən 60 dənə eləməlidir. Də bildiniz 6 vur 4, sonra 5 vur 3, 4 vur 2, bir də 3 vur 1. Bunu yazdı. Bundan sonra nə edirsən? Eləyir deyəsən 60'dan eləyirəm, 50'den eləyirəm. 50'den müəllim, 50'den. 50'den, 50'den eləyir. O düstura görə hesablayam. Üstə gəl. Keçən qıraqlardakı bir dənələri hesabla. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə balaca var. Buna gəlirəm 9'a. Üstə gəl. Neçə oldu? 3, aha. Sonra bax, qıraqlarda 2'nin 2 olan kvadratlar nə qədər var? Bax, 1, düzdürmü? 1, 2, 3 dənə. 3 dənə üçüncü olan kvadrat. 2'nin 2. 3 dənə gəldi. Yox, yox, bir dəqiqə, üzr sayın səhv elədim. Bax, 1, düzdürmü? Bax, 2, bax, bir aşağıda da var. 3, bu da bir 4. Bu da bir 5. 5 dənə 2'nin 2 olan kvadratlar var. Üçüncü olan kvadrat neçədə? Bir dənə. Neçə dənədir? Bir dənə olmur müəllim, yoxsa səhv dedim. Bir dənə? Hə, bir dənə dedim deməyinə Yox, 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 unutmadım. bir yox. Bir yox. 2 dənədir. Bax, 1. Bir də bax bu. 2. Ha, Görürsünüz? 2 dənə var. Sonra. Verir cavabım 66. Bitti, yetti. Bax, kvadratları bu cür sayırsınız. Burada düzbucaqların sayılması da var. Düzbucaqların sayılması çox rahatdır. Hansı ki, məsələn, bax, neçə, bax, bunu nömrələyirsən elə bil ki, bax, 1, 2, 3, bunu da nömrələyirsən, 1, 2, 3. Bunların cəmi nə eləyir? 6. 6. Bunların cəmi nə eləyir? 6. 6. 6'nı vurursan 6, eləyir 36. Bitti. Məsələn, atıram. Belə olsaydı əgər tutalım. 1, 2, 3, 4. Bax, bir dənə də özümdən əlavə edeyim. 5. Buralarda 1, 2, 3. Bunların cəmi eləyir. 1-dən 5'ə qədər ədədlərin cəmi eləyir 10. 15. 1-dən 3'ə qədər ədədlərin cəmi eləyir 6. 15'i 6'ya vurardım, olardı 90. Aydındır? Bax, bu düzbucaqların sayılması.
Paralelogramların sayılması da eyni ilə bu qaydadan gedir. Hansı ki, bax bu sualda. Bir aşağıdakı şəkildə neçə paralelogram var? Yenə, bax bunların nömrələmişsən, bunlar lazımdır. İçəri hissələri. 1, 2, 3, 4. Burada yazıram 1, 2, 3. Bunların cəmi eləyir 10. Bunların cəmi eləyir 6. 10 vurursan 6'ya, cavab olur 6. Tamam. Problem yoxdur bunlarla bağlı. Bu olur belə. Ondan sonra gəlirəm növbəti suala. Bu qəşəng sualdır. Təzəyiz magistr imtahanlara düşmüşdü bu sualdan. Burada məsələdir. Bax bu sualların dostlar iki cürə yolu var. Yadda saxlayın. İkisini də bilməkdə fayda var. Ee, Burada məsələ bilirsiniz nədir? Bu sualda bir-birinin güzgü əksləri. Bu o deməkdir ki, məsələn, bax, sıraya hansı fiqurlar daxil edilməlidir? Bax, belə sualları adətən güzgüylə tapma olur həmişə. Nə deməkdir? Məsələn, bax, birinci şəklim bu olsun. Bax, birinci şəklimin bunun güzgü əksi hansıdır burada? Sizdə neçənci fiqurdur? 1, 2, 3, 4, 5, 6. 8 Altıncı. müəllim. 6. Al- Düzdür? Bunun güzgüsü budur. İndi. Məsələn, bax, bununla bu güzgüdür. Bunu sildik. Tamam. Bunun güzgüsü hansıdır sizcə? Müəllim, Təsadüfən yanında. Bəli. həm 8 də 6-la oxşardı axı. Eynidir deyəsən, yox? Yox, 8 yox, bu. altında fərq var. Yox, düz. Altında fərq var. Hə. Ha, ayaqları fərqlidir. Hayır, güzgü deyil. Bəli, bax, bunun güzgüsü budur hələ ki. Bununla bu. Məsələn, bunun güzgüsü hansıdır? De budur da. Düzdür? Bax, bunun güzgüsü budur. Həqiqətən baxıram ki, bəli, tam ödəyim. Bunun güzgüsü hansıdır? Bunu oxşuyur. Aha, budur. Bunun güzgüsü Anladım. budur. Düzdürmü? Bax, bununla bu güzgü. Aha. Ondan sonra. Bunun güzgüsü yoxdur. Bununla bu güzgüdür deyəsən. Düzdür? Aha, bəli. Bununla da bu güzgüdür. Yox, bir dəqiqə neysə qarışdırdıq biz. Nəsə səhv getdi bir dəqiqə. Ya tezdən eləyib. Bax, bu A-nın güzgüsü, neysə artıq hesabladım. A-nın güzgüsü bu oldu. Bu. Bu B-nin güzgüsü oldu. B-nə yazıb mən. Bir dəfə nöqtə qoydum, qarışdı aləm bir-birinə. B-nin güzgüsü bu oldu. Ondan sonra. Bu C-nin güzgüsü, C-nin güzgüsü. Axırdakı olmuş deyəsən. Hansı olmuşdu bu? Axırdakı idi mənim deyəsən. Yoxsa Aha, bəli, bu C-dir. Aha, bəli, budur. D-nin güzgüsü. Bu değil. Bu da değil. Aha, budur. D-nin güzgüsü budur. Baxaq. Aha, bəli. Bu olsun Y fiquru. Y-nin güzgüsü. ən axırdan ikinci, hə. Aha, budur. Bu da olsun bir F. 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 F'in de güzgüsü burada deyəsən. Baxaq. Yox, bu deyil. Ayaqlara indi. Bunun güzgüsü yoxdur. Tamam. Bilirəm ki, bunun da güzgüsü budur da, hə? İkisinin de güzgüsü budur. Mən baxıram ki, bir bunun güzgüsü yoxdur, bax bir də bunun güzgüsü yoxdur, düzdürmü? Bu təbii ki, sualın dədəbəbə nə idi? Dədəbaba qaydasıdır. Aha.
Bu yazdım. Bax, Müəllim, səndə bu burada iki fiqurun fiqurların aha, sayına görə götürə bilmərik. Bu üzü baxan, belə elə aşağıdakı olacaq bu aslında. fiqurların. O ikinci yoldur, onu deyəcəm. Bəli. Onu deyəcəm, narahat olma. Bu birinci üsul bütün müəllimlərin dediyi üsuldur. Bu, yəni mən istəyirəm ki, bu üsulu da siz biləsiniz. Çünki bəzən indi mən ikinci dediyim variant bəzən şey ola bilər. Necə deyərlər? Biraz sizin üçün rahat gələ bilməz bəzi suallarda, amma əksər hallarda gələcək. Ona görə bu üsulu bilməkdə fayda var. Baxıram ki, F-lə bax bu fiqurun fiquru yox. F-lə Z-in fiquru yoxdur, düzdürmü? Hansı fiqurlar daxil edilməlidir? Bu iki fiqurun güzgüsü daxil edilməlidir sıraya. Mən F-lə Z-in müstəsna güzgüsü də Y-bən. Bəli. anladım. Elə onu deyəcəkdim. Həs. F-lə Z-in güzgüsü Y-bəndində verdim. Tamam. Güzgülərini tapmaq rahatdır. Bu qaydanı bilmək asandır. O problem nədir bu falda? Biraz vaxt aparır. Göz adam səhv eləmə ehtimalı çoxdur. Gözlərini aparır falan. İstərseniz biraz sıkıntı yaradır bu sual sənin üçün. Keçirik bu sualın ikinci qaydasına. Bu sualın ikinci qaydası nədir? Bax, simmetriya şəkli. Bu o deməkdir ki, bax, məsələn, ümumiyyətlə bu sualı görsən mütləq. Birinci neylə? Bax, gör burada neçə fiqur verilir. Baxıram ki, burada 14 dənə fiqur verilir. Düzdürmü? Deyir, sıraya hansı fiqurlar daxil edilməlidir? 14 dənə figurum var. Variantlar 2 dənədir. 14-ündən ikisi daxil edilsə qalır 16 dənə fiqur. 14-ündən ikisi daxil edilsə olur 16 dənə fiqur. 16 dənə fiqurdursa, baxın, burada 8-in 8-ə simmetriya olmalı. Bu nə deməkdir? 8 fiqurun bədəni solda olmalıdır, 8 fiqurun bədəni sağda. Bax, bu birinci adamın, bax, buna adam şəkli kimi baxın. Bu adamın bədəni soldadır yoxsa sağda? Bax, bunu ortadan bölsün, görürsən bədəni solda qalır. Bax, amma bunu ortadan bölsün, bədəni sağda qalır, görürsən? Yəni, belə deyək də, 8-i solda olmalı bədənləri, 8 sağda. Gəl solları sayın. Bax, 1, 2, 3, 4, 5, 6 soldadır, 8 sağda. 6 dənə sol var, 8 dənə nə var? Sağ var. Bizə hansı əlavə olunmalıdır? 2 dənə sol lazımdır, proma Y bəndi qalacaq. 2 dənə sola baxan, proma bir dənə Y var. Başqa yox. Aydındır? Yəni, bədəni solda olan, sağda olan. Bu cümlə daha əslində. Bu sual 2016-cı ildə düşüb magistr imtahanına və bunun dövlət qulluğunun imtahanına düşən versiyası da var. Bax, bu da gəlin mən ikinci yolla eləyəcəm, asan yolla. Bu dəfə də yenə, baxıram ki, burada 13 dənə fiqur var. Nə deyir? Cərgədə artıq olan, demək 13-dən biri artıqdır. Variantlarda bir dənə verilir, bax. 13 fiqurdan deməli biri artıq. Yerdə qalmalıdır 12 dənə fiqur. 12 fiqursa 6 sola baxmalıdır, 6 sağa. Bax, nə edirəm? Bax, 1, sola baxanları sayıram. 2, 3, bədənin solda olanlarda 3, 4, 5, 6, 7 dənəsi soldadır, 6 dənəsi sağdadır. Hansı artıqdır? Sola baxan artıqdır. Çünki 7 sol var, 6 sağ var. Və bizə lazımdır sol olanlar. Sol olanlar lazımdırsa A-la C-ni çıxırsan. Çünki bunlar sağdadır. Bax, B, D, Y solda. İndi mən nə edirəm? Bax, bayaqki sual rahat idi. Promot cavab çıxmışdı. Burada işte 3 variant arasında qalmışam. Mən onda belə olan halda nə edirəm? Baxın. Keçirəm ortadakı cığlara baxmağa. Mən buna deyirəm düz C, buna deyirəm tərs C. Görün bu düz C-də məndə nə qədər? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə bundan var. Sayıram ki, 6 dənə də bundan var. 13 dənə figurdan. Hansı artıqdır? Bax, düz C olanlar artıqdır. Düz C olanlar artıqsa mənə variantlardan düz C-ni seçməliyəm. Bax, Y-də səhvliyim. Y-də tərs C-liyim. Yenə iki variant arasında qaldım. Gəl baxaq ayaqlarındakı C-lər. Ayaqlarındakı C-lərin biri düz C-dir, biri tərs C-dir, kvadrat C-lər. Gəl tərs C-ləri sayaq. 1, 2, 3, 4, 4 dənə bundan var. İndi tərs C-ləri sayaq və düz C-ləri. 1, 2, 3, 4, 5. 5 dənə də bundan var.
Hansı artıqdır? Bu artıqda bir dənə, düzdürmü? Bərabər olmalı. Yəni hansı variantı götürəcəyik? D variantı. Bizə bu lazım. Bu olur belə. Sual var mı onunla bağlı? Sizə 2 dənə sual göstərəcəm indi bu sualla bağlı. Biri Sırağa gün magistr imtahanına düşən sualdır. Ona bir dənə baxarsınız. Bir dənəsini də gəlin belə göstərin. Gözləyin. Baxın bir dənə bu suala. Cavabı çapa yazarsınız. Tələsməyin, vaxtımız var. Diqqətlə qulaq asın. Səhv eləməyin. Yox, bəndə deyil. A bəndə ola bilər. Ya A-dır, ya B. Aha. B yox. Ya A-dır, ya da C deyil müəllim. Onda A C qalır. deyil, yox, yox, C deyil. Çünki Adı mən D, müəllim A. Y, B-ni seçdim. Hə, bir dənə A-la A'dır. A olacaq, Ayşə. Link atacaq indi. Bir dənə linki yeniləyək, orada baxın həlinə. Bəli, A bəndə olur. Düz olsa variant arasında qalanda çıxarma olur. Gözləyin linki dəyişək.